Planetimizde bazı yerler var ki orada sanki zaman dayanıp haritada sanki bir nokta kimi görünse de yerli cəmaatın dilindən düşmeyen, resmi heç yerdə qeyd edilmeyen hadiseler yaşanır. Bugün sizi Qubadlıya, Həkəri çayının sahillərinə aparıram. Çaytumaz kəndi yaxınlığında Kəfşənlik adlanan o müəmmalı məkana. Deyilənə görə bura sadece insanların istirahat yeri değil. Bura bizimle paralel dünyada yaşayanların, onların məskənidir həm də. Hadisə illər əvvəl Qubadlı işğal olunmamışdan qabaq yayın son günlərində baş verib. Bir qrup yerli sakin Həkəri çayının kənarında Kəfşənlik deyilən səfalı yerdə akşam düşənə qədər vaxt keçirirlər. Hava qaralmağa başlayanda isə qəribə səssizlik çökür. Çayın şırıltısı sanki uzaqlaşır. Quşların səsi kəsilir. Sakinlərin içlərindən biri, Kərim kişi, çayın biraz aşağısına, aşağı Moğlu kəndi istiqamətinə doğru gedir. Məqsəd sadəcə əl üzünü çayda yumaq idi. Amma o geri dönmədi. Dostları onu axtarmağa başlayanda gördükləri mənzərə hələ də o kənddə pıçıltı ilə danışılır. Kərimi tapanda o suyun içində diz çökmüş vəziyyətdə idi. Amma tək değildi. Kərimin ətrafında suyun üzərində heç bir ağırlığı olmayan, uzun boylu, bədənləri sanki tüstüdən ibarət olan bir neçə qaraltı vardı. Onlar heç bir dildə danışmırdılar. Amma havada qəribə bir titrəyiş hiss olunurdu. Deyilənə görə o an Kəfşənlik sanki başqa bir dünyaya açılan qapıya çevrilmişdi. Aşağı Moğlu kəndi istiqamətindən gələn soyuq külək insanı dondururdu. O varlıqlar Kərimin ətrafında bir növ hansısa dini ayin keçirilmiş kimi dövrə vururdular. İnsan gözünün, ağlının, beyninin qavraya bilməyəcəyi bir sürətlə hərəkət edirdilər. Dostları Kərimi oradan güclə uzaqlaşdırdı. Amma o gündən sonra o bir daha əvvəlki adam olmadı. Gözləri daim boşluğa baxır, sanki hələ də Moğlu ilə Çaytumaz arasında o sahildə gördüyü bir şeyi axtarırdı. Yaşlı sakinlər Qubadlıda bəzi nöqtələr var ki, orada cin tayfalarının toyu və ya yığıncağı olur deyirdi. Kəfşənlik məhz belə bir energetik nöqtədir. Əgər bir gün yolunuz Qubadlıya düşsə və ya o sahildə qəfil bir səssizlik hiss etsəniz, bilin ki, tək deyilsiniz. Bəlkə də bu sadəcə bir əfsanədir. Amma hər əfsanənin kökündə bir reallıq durur. Sizcə biz planetimizdə həqiqətən təkik?